Saçın ucu örmezler, gülü sulu dermezler, sar gelin. Saçın ucu örmezler, gülü sulu dermezler, sar gelin. Bu sevdana sevdadır, seni mənə vermezler. Neynim aman aman, neynim aman aman, sar gelin. Bu sevdana sevdadır, seni mənə vermezler. Neynim aman aman, neynim aman aman, sar gelin. Bu derenin uzunu çoban qaytar, uzunu uzunu. Ne ola bir gün göreydim nazlı yarımın üzünü. Neynim aman aman, neynim aman aman, sar gelin. Ne ola bir gün göreydim nazlı yarımın üzünü. Neynim aman aman, neynim aman aman, sar gelin. Ay geler ey bahar gider, bahar gider, her gelen ey bahar gider. Ay can çok sağ ol. Brilliant Dadaşova'nın komandasından Emil Tağıyev. Murad, gəlin başlayaq sizinlə. Təşəkkür edirəm. Böyük bir etimaddır mənimlə başlamaq. Özdə belə bir musiqini Azərbaycan xalqının sarı simi, sarı gəlin. Ən birincisi onu vurğulamaq istəyirəm ki, Emil, çox təşəkkür edirəm ki, siz bu layihəyə gəlmişsiniz və ustadımız Brilliant xanım sayəsində mərhələdən mərhələyə biz sizi kəşf edirik. Səsinizin, avazınızın şirinliyini böyük məhəbbətlə qarşılayırıq və sizin ifalarınıza yenidən vuruluruq. Bunun üçün təşəkkürlər. Səhv etmirəmsə, hələ 80-ci illərdə rəhmətli Rafiq Babayev Akif İslamzadə ilə bu nəğmənin öz versiyasını təqdim edərkən gözəl bir instrumental keçid etmişdi. Və misal üçün mən o keçidi truba müşahiyyətdən daha çox gözləyirdim və daha çox arzuluyurdum. O keçidi etməsək də belə əsər o qədər möhtəşəmdir. Əsər o qədər Azərbaycanlılara yaraşır ki. Təşəkkürlər Emil, çox sağ olun. Çox sağ olun Murad. Bizə keçid alaq Tünzaylə xanıma. Valla qədim türk köklərimizi bizə xatırladan, bizi çox, yəni bizim nə qədər qədim olmağımızı bizə göstərən əsərlərdən, mahnılardan, yaradıcılıqdan biridir Sarı Gəlin. Dünyadakı da bir savaş simvolumuza çevrilib və nə gözəl ki, səs layihəsində bu əsər səslənib və əlbəttə ki, ustada alqış düşür öncə. Bu doğrudan savaşdığımız əsərlərdən biridir ki, mənimsəmək istəyənlər çox olub, amma irsi kökü heç kim qoparda bilməz, tarix heç kim dəyişə bilməz.
məhz bizim bu dəyərli iştirakçımız bir daha məni düşündürdü ki, hər bir iştirakçının təəssüf olsun, bu həyatdır, bu həyatdır. Hamının imkanı olmur ki, axıra kimi gəlsin və öz potensialını get-gedə daha çox açsın. Və bu da bizim bugünkü qarşımızda olan iştirakçının bir şansıdır, bir fürsətidir, Allahın bir neymətidir ki, bugün gəlib digər gözəl tərəflərini bizə göstərə bilir. Bir zövq alırıq və təbrik edirəm səni. Teşekkür edirik. Eldar, Emil'in çıxışıyla bağlı sizin deyəcəkləriniz. Sarı Gəlin Azərbaycan milli və etnik Azərbaycan musiqisinin ümumilikdə bir rəmzidir. Və bu böyük cəsarət tələb eləyir həm Brilliant xanımdan, həm Emildən bu mahnını, bu əsəri kütləyə çatdırmaq. Qaldı ki, sənin ifana, Emil, mən sadəcə baxırdım və elə bil ki, bal çörəyin üstünə necə ki süzülür, elə də sənin səsin yayılırdı bütün auditoriyaya və inanıram ki, bütün Azərbaycana və Azərbaycanın hüdudlarından kənara da bu mahnı ilə sən çox tanınmış olacaqsan. Uğurlar. Feskada yaraşıb sənə. Teşekkür.